Herkese selam dostlar. Bugün sizlerle birlikte PLS oynayacağız. Rəqibimizlə seçdiyi rəqibimiz İsveç olacaq. Neyse Portuqaliya olacaq. Başlayaq maçımı. İsveç rəqib olsun, biz qırmızı gələk. İlk toxunuşu Portuqaliya seriyəcək və risk başladı. Cristiano Ronaldo attı. Diogo Jota. Əla gedir. Əla deyir Diogo Jota. Cristiano ata bilmədi. Nəzər aşağı. Dostlar kanala like atıp abone olmayı unutmayın. Gol. Zərbə və gol. Ronaldo. Cristiano Ronaldo 7 nömrəsi ilə 8-ci dəqiqədə gol vurdu, amma burada 7 göstərir, amma 8-ci dəqiqədə gol vurdu. 7 nömrəli futbolçu. Hesabatçıdır. Bu goldan ümitlənir Portuqaliya. Sevilir. Ümitlənir və hücumlarının altına atacaq. Ruhdan sonra yol zərbə bir başlar. Qapıda da qapıcı da qaldı. Alexander. Oyuncularımızda Ronaldo'yu ötürmə ama Ronaldo çapaldılar ama çok Cristiano qalmış. Cristiano və Fobian. Heç əziyyət çəkmədən, yəni narahat eləmədən topu rahatça da tuttu. Pepe baskı edir. Portuqaliya heyətinin. Galo, qual? Cümə. Ronaldo. Topu yaxşı aldı. Nəhayət. Cristiano Ronaldo yaxşı irəliyir. Cristiano gedir. Cristiano irəliyir. Yaxşı irəliyir. Pepe top aldı. O buradan sınasında var. Sınarı Conchalo Ramos. Bana sınasam ne oldu? Sonra rəqibə də yoxdur. Yine qavağım boşdu. Bu ne yetişdirdik? Sonra ama Cristiano gördü. Görmüyorum. Yerde! Cristiano Ronaldo! Necə? Ay Allah, Ronaldo nə qardıysa. Özün ta 40 yaşın olub, ta qocalırsan və bu qoldaydı. Ronaldo görmüşsü, bəli. Ronaldo dubl elədi. Masta dubl. Nəfəssiz oldu. 2-0 45-ci dəqiqədə oyunun sonunda 5 dəqiqə atılır. Değil mi? Ve Fobian için bu çok rahat bir ve ilk sayıya uçumlaşır. Burada biz Ronaldo'yu hücuma koymuştuk. Conchalo Ramos var. Conchalo olmuşum. Bunları koyuyorum. Bunu burada sen de ortaya. Bütününü de ortaya koydu. İkincisi başlayalım dostlar.
Ronaldo dubl eləyir hücuma qoyulandı. Hələ ki Portuqaliya millisinin 2-0 üstünlüyü. Victor. Qapıya zərbə və Diego Costa. Bunu əldə etmək, yəni narahatçılıqla tutmadı. Bitirmə. Bu artıq Ronaldo üçün bitirişdə oldu. Çox qabağa oturdu. Ronaldo üçün süper gelir Kola. Kola'nın süratli oyuncularını zərbə və Foden. Ronaldo aşırtma zərbəsi eləsəydi dostlar, artıq bu gol ola bilərdi. Foden isə tuta bilmədi. Ama burada da sinəsəm gol ola bilməz. Şu ürün olması. Buraya bir baş attım və top. Hətta getdi qapının yanından keçdi. Foden də elə beni atışdı. Biz narahatsızlık yaratmadı ama bu indi narahatsızlığın başından çıxırlar ama yox. Ne narahatsızlık elə üzəri. Burada qarşılıqlıq yarar. Gonçalo Ramos. Ronaldo, Cristiano ve yine Fabinho. Aşırtma eləmədi ki. Aşırtma eləmədi ki, Fabinho tutabilməyəcəkdi. Burada bir de sinsam var. Her şey var. Telefon dondursar. Alexander. Kapıya zərbə və Diego Costa. Durma. Vitinha. Kal. Wow. Kolay geldi. Gonçalo Ramos'tan Cristiano paralel turma. Ve indi. Zərbə və qapıcı Fabinho. Baba keçsəydin yaxşı olardı. Adam eline koşmuşsun. Adam elden de top alıyor böyle. İsveçliler özüne çekti. Evet, ne var? Sözünü öğretmeyelim. Dance. Bir dalga geçmez. Zerbe. Ve maç bitti. Portugalya İsveç üzerinden 2-0 hesabıyla galip geldi. Video buraya kadar dostlar. Kanala like atıp abone olmayı unutmayın. Sağ ol, selamat kalın.